Salam değerli şagirdlər, bugün 12 apreldə keçilən sınavın izahına baxacağıq. 5-ci sualdan başlayaq. Burada nədir deyir? Əziz hekayə yazarlar, are you interested in learning more about literature? Ədəbiyyat haqqında çox öyrənmək istəyirsiniz. Bizim deyir, bu 6-cı gün saat 10-da keçiriləcək ədəbiyyatın əsasları kursuna qoşulun. Siz deyir, uşaqlar üçün hekayə yəni uşaqlar üçün olan hekayələri yazmaq üçün asan metodlarınızı təkmilləşdirəcəksiniz, inkişaf etdirəcəksiniz, discover, daha doğrusu kəşf edəcəksiniz. The course is open to everyone above the age of 18. Kurs 18 yaş üzəri hamı üçün açıqdır. Yəni artıq yaşlılar üçündür, uşaqlar üçün deyil. Sadəcə hekayə uşaqlar üçün yazılmalıdır. Onu bizə deyir. Don't miss this chance to improve your skills. Bacarıqlarını inkişaf etdirmək üçün bu şansı qaçırma. Sign up, həmin qeydiyyatdan keçirsiniz və kursda ödəniş etmədən iştirak edirsiniz. Bunu deyir. Həmin o icma mərkəzi uşaqlar üçün olan adı belədir, amma həmin o kursda 18 yaş üzəri olanlar üçündür. Kurs deyir uşaqlara öz hekayə yazma bacarıqlarını inkişaf etdirəcəkdir. Xeyr, kurs həmin o community icma mərkəzi icma hekayə yazarları üçün, story writers, onlar üçün pulsuz kurs təşkil edir. Bəli, bax burada da axırda deyir without any payment, cavab budur. Sonra C variantında deyir kiçik məbləğ tələb edir. Xeyr. D variantında uşaqların necə hekayə yazmağını istəyir. Xeyr, çünki burada söhbət uşaqların hekayə yazmağından getmir. Uşaqlar üçün hekayə yazılır. Yəni uşaqlar haqqında hekayə yazılır və hekayə yazanlar da 18 yaş üzəri olanlardır. The course will take place every Saturday. Hər 6-cı gün keçiriləcək. Xeyr, burada sadəcə bu 6-cı gün saat səhər 10-da. Cavabına görə B variantı. 6-cı suala baxıram. Əziz deyil müştərilər, we would like to inform you that our shop will close early today. Biz sizə məlumat vermək istəyirik ki, bugün erkən mağazamız bağlanacaq saat 5-də. For deep cleaning and construction, dərindən və qəşəngdir təmizləmək üçün, bir də orada bəzi təmir işlərinə görə zəhmət olmasa, make sure, əmin olun ki, siz öz bazarlığınızı, alış-verişinizi bundan saat 5-dən əvvəl bitirəsiniz. Thank you for understanding. Anlayışın üçün təşəkkürlər. Shop manager, yəni mağaza meneceri bunu deyir. Adı deyir ki, sabah deyir mağaza will be closed. Sabahdan söhbət getmir, bugündən gedir. Sonra deyir ki, sabaha qədər construction, tikinti işi davam edəcək. Xeyr, sabah axşama qədər deyil. Mağaza meneceri elan edir discount. Discount endirimdir. Xeyr, müştərilər saat 5-dən sonra bazarlıq edə bilər. Xeyr, 5-də bağlanır mağaza. Customer are asked, soruşulur, müştərilərdən xahiş edilir ki, saat 5-ə qədər artıq alış-verişi bitirsinlər. Bəli, bax budur cavab Y. Sonra 7-də deyir ki, əziz Sara, thank you for helping me with my math homework last week. Keçən həftəki riyaziyyat ev tapşırma görə mənə kömək etdiyinə görə təşəkkürlər. I did well on the test because of your help. Köməyinə görə testdən yaxşı nəticə əldə etdim. Next week, gələn həftə I will have exam in science. Elmdən, yəni elmlə bağlı olan imtahanım olacaqdır. Let's meet soon to study together again. Gəl deyə yenidən deyir, bir yerdə oxuyaq, yəni study, öyrənək bir şeyləri. Yəni çünki səndən eləyəndə daha yaxşı nəticə əldə edirəm. Sonda adı olan şəxs o fikri deyəndir. Yəni Emma ilə başlamağı daha məntiqli olar. Yəni A-ya, B-yə baxmayağın. Emma achieved a high score in science. Yəni elmdən çox böyük skora, yəni xal qazandı elm tədrisindən, elm dərsindən və ya elmi bir şeylərdən. Burada hələ imtahanı verəcək, verməyibdir. Ona görə doğru deyir. Emma Saraya kömək etdi riyaziyyatdan. Xeyr, kömək edən o Sara idi ona. Sonra ona görə də Emma təşəkkür edirdi. Emma Saraya xahiş edir ki, gəlsinlər yenidən o science-la bağlı şey eləsinlər, bir yerdə çalışsınlar. O da axırıncı cümlədir. Let's meet soon. Tezliklə görüşüb bir yerdə study, oxuyaq, araşdıraq. Cavab Y variantıdır. Sonra gəlirik mətnə. Mətndə Komodo dragonları ilə bağlıdır. Həmin o Komodo dragonları ya əjdahaları are one of the best largest animals on earth. Yer kürəsində ən böyük
heyvanlardan biridir. It is believed that inanılır ki Komodo dragons came from Australia to Indonesia thousands years ago. Avustralya'dan Hindonezya'ya minlərlə il əvvəl gəldiyi inanılır. These animals can grow up to 3 meters. 3 metrə qədər deyir boyu var, böyüyə bilər. They are also heavy. Onlar çox ağırlar. They can be about the same weight as a panda bear. Onlar panda ayısı kimi eyni çəkidə ola bilərlər. Təxminən Komodo dragons have an excellent sense of smell. Yaxşı qoxu hissi vardır. They use their tongues. Dillərini istifadə edirlər. Instead of nəinki öz burunlarına, yəni normalda burunla bir şey eləyirik. Amma o da dillərindən deyir, eləyirlər, yəni qoxu ala bilirlər. Komodo dragons are very good hunters. Həmin o Komodo əjdahaları yaxşı ovçudurlar. They can see the animal which they want to hunt from 4 kilometers away. Onlar 4 kilometr uzaqlıqdan olan heyvanları nə edə bilirlər? They want to, yəni ovlamaq istədiyi heyvanı asanlıqla görə bilirlər 4 kilometrə uzaqlıqda olanı. They are known for their dangerous hunting way. Onlar öz ovlama üsullarına görə, təhlükəli ovlama formalarına, üsullarına, metodlarına görə tanınırlar. They have poison in their mouths that can kill animal they hunt. Onların dillərində bir zəhər vardır ki, hansı ki ovladıqları heyvanı asanlıqla öldürə bilirlər. There is an interesting fact that Komodo dragons can also eat one another. Belə bir maraqlı fakt var ki, onlar hətta bir-birini yeyə bilirlər. Onların böyükləri can eat the smaller, balacalarını da yeyə bilir. Komodo dragons may soon no longer exist. Komodo drakonlara, əcdalara artıq ehtimal ki, gələcəkdə mövcud olmayacaq, yaşamayacaqlar. They usually stay away from people. Adətən insanlardan uzaq gəzirlər. Vulkanlardır, yer zəlzələlərdir, bir də yanğınlardır. Onlar üçün, bu heyvanlar üçün təhlükəlidir. Onları qorumaq üçün Komodo National Parkı var. Yəni həmin o milli park ki 1980-ci ildə yaradıldı. Onları qorumaq üçün this park several islands includes. Bu parkda bir çox şey də var. İndonezya adalarından ibarətdir. Harda ki Komodo dragonları orada yaşayır. İndi cümləni tamamlayırıq. Komodo dragonları nələrdir? Onlar 1 metrə qədər deyir, orada 3 metr deyirdi. 4 kilometrdən bir-birindən uzaqlaşırlar. 4 kilometrdən öz düşmənini görə bilirdi. Ondan sonra dillərində bir qoxu hissi var. Bəli, nəinki deyir. Burada nə deyirdi? Nose, burunlarında. Bax, bu hissədə idi. Instead of əvəzinə, əvəzində deməkdir. Bir-birinə hücum etmir, edib bir-birini yeyə bilirlər. Hətta çəkicə yüngüldülər, elə bir şey demirdi orada. How do Komodo dragons hunt? Necə deyir ovluyurlar? Sualın həmişə yerini tapır uşaqlar. Yerini tapanda cavab çox rahat tapmaq olur. They are known for their dangerous hunting. Onlar təhlükəli ovlama üsullarına görə tanınırlar. They have poison in their mouths that can kill animal they hunt. Onların dillərində istənilən heyvanı öldürə biləcək nə var? Zəhər vardır, yəni ovlamaq istədiyi heyvanı öldürmək üçün. O da zəhər olanı tapırıq. Bax, Y variantıdır. They use poison in their mouths to kill animals. Gördünüz, sualın yerini tapdıq, cavab çıxdı. Zəhərlə öldürə bilirlər. Sonra false, səhvi deyir tapın. Səhv də burada, səhv etmirəmsə nədir? Baxaq, A variantını oxuyuram. Komodo dragons came from Indonesia. Səhv elə budur. İndoneziyadan gəlir, yox, hardan gəlirdi? Avstraliyadan gəlir. Yəni əsas gəldiyi mənbə Avstraliyadır və sonra Indoneziyaya gəlir. Sonra 11-ci sualda mətn nə haqqındadır? Mətn onsuz da ilk cümlələrdən çıxır. İlk 1, 2, 3, 4 cümlədən maksimum çıxartmaq olur. Deyir, Komodo dragonları ən böyük heyvanlardan biridir. İnanılır ki, onlar Avstraliyadan Indoneziyaya gəlib 1000 illər əvvəl. Bu heyvanlar 4-3 metrə qədər böyüyə bilirlər, boyları ola bilir. A-da yaxşı qoxu hissindən söhbət gedir deyir. B-də İndonesiya adalarından, Y-də isə heyvan, amma heyvanlardan biri, one of C. Avstraliyanın təbiəti, Y-də isə Komodo dragonlarının ovlama üsulları deyil.
Sonra 12-ci sualda deyir ki, hansı truedur, doğrudur? Bu bir. Kamada National Parkı 20-ci əsrin sonlarında yaradılır. O da 1980 ilə 20-ci əsrin sonları hesab etmək olar. Bir. Sonra Kamada dragonları bir-biri ilə mehribandırlar. Xeyr, bir-birini yeyirlər hətta. Bütün adalarda Kamada National Parkı var. All değil, bütün demirdi burada. Several, bir neçə adalarında bu park var. Ona görə 2 səhvdir. 3 səhvdir daha doğrusu. 4-də isə onlar qorunma altındadırlar. Bəli, çünki nəsilləri kəsilə bilər. To protect them, onları qorumaq üçün milli park var orada. Komodo Milli Parkı. Cavabımız da 1 ilə 4 daha doğru görünür. Normalde burada 2 dənə cavab verilir. Sonra 13'də isə noisy sözünün antonimi, əks mənası. Noisy səs-küylüdür. Quiet da səssiz demək, sakit deməkdir. Sonra she decided. Görürsünüz burada decide. Decide bundan sonra feil gəlirsə, görürsünüz iki feil arası normalde to olmalıdır. Məsdər to sell. Burada da yenə decide feildir. İki feil arası to sell, not to sell. Şəxssiz feilin də inkarı notla düzəlir. 1 ilə 3. Burada 1 düşməyib, böyük ehtimal ki C variantıdır. 1-3. İki feil arası to olacaqdır. To'suz yox, yəni məsdər. Sonra the boy, oğlan. Oğlan, görürsünüz burada isim var. Oğlan nə ilə əvəz edirəm? He ilə. Kişi cinsi. Onun da isimli forması olacaq his, onun. Burada isə müstəqil olmalıdır. Yəni isimsiz forma olmalıdır. Məsəl üçün bu B olsun, bu C olsun, bu da D. Görürsünüz C variantında my isim tələb eləyir. D-də yenə their isim tələb eləyir ki, mütləq olmalıdır. Ona görə bunları çıxırıq. Burada isim yoxdur. Birinci tərəfdə isə my'dan sonra isim gəlməz. Müstəqil formadır. Bir də hers'dən sonra isim gəlməz. Bu da müstəqildir. Qalır B variantı. His, bir də ki mine. Bax bu. Sonra 16-cı suala baxırıq. Bu uzlaşmadır. One of-un xəbəri təkdə olur. Bir doğrudur. Of-dan əvvələ baxıram. Cost təkdədir. Xəbəri təkdə. Bu da doğrudur. George və mən. Biz deməkdir. Biz cəmlikdeyə. Xəbəri cəm olur. Were. Səhvdir. The page of this book. Bu kitabın səhifələri. Ki, səhifələr cəm olduğu üçün xəbər cəm olacaq. Is yox. Are olmalıdır. Qalır 1-2. Sonra burada sual verir. Deyir ki, o xanım Smith'dir. Yəni o kimdir? A variantı. Who was your fourth grade teacher? 4-cü sinif müəllimin kimi idi? A variantı. Sonra singer. Baxıram bu zamandır. At the moment hal-hazırda. İndiki daim zamanda olur. The singer is singing. Hal-hazırda mahnı oxuyur. B variantı. Sonra burada tərcümə eləməliyik. Bağlayıcıdır. We played very well. Çox yaxşı oynadıq. But ancaq didn't win. Görürsünüz. Bir tərəf müsbət, bir tərəf mənfidir. Biz yaxşı oynadıq, ancaq qalib gələ bilmədik. Sonra burada apostrof S varsa olacaqdır at, gil mənasında. I'll stay this winter, I'll stay at my aunt's. Bu qış mən xalam ya bibimgildə qalacağam 2 həftəlik. Olacaqdır A. Ümumiyyətcə, gil mənasında ət işlənir. At my aunt's, at my uncle, sonra da zaman almaq sözündən for işlənə bilir. Məhsul növ olması üçün onun feili belə olmalıdır. To be, sonra da V3. To be'si hansıdır? Mesela is var burada. C'də yoxdur, B'də yoxdur, A'da yoxdur. V3'ü var mı? Yoxdur. Qalır Y variantı. I was offered a new job. To be'si was'dur, verb-ü offered sözüdür. Sonra 22-ci sualda isə worry narahat olmaq deməkdir. Narahat olmaq o da B ola bilər. Yəni pis baş verə biləcək bir şeyə görə onu hiss etmək, yəni ona görə narahat olmaq. Scream qışqırmaqdır. Qışqırmaq ilə cry var, make. Yüksək səslə ağlamaq ya qışqırmaq, scream, çığırmaq. Cover da örtmək, yəni bir şey digər şeyin üzərinə put qoymaq, o da olacaqdır C. B, A, C belə bir variantı var mı? O da Y. Sonra as adi dərəcə tələb eləyir. Adi dərəcədə heç nəsi üstü D variantıdır. Sifətlərdədir. Annoy narahat etmək, kimisə bezdirmək, əsəbləşdirmək. To make somebody a little angry, kimisə biraz əsəbləşdirmək. 1-ə B. Frighten qorxutmaq. Make somebody afraid, kimisə qorxmuş hiss etdirmək. Prove da sübut etmək. To show that something is true, bir şeyin doğru olduğunu göstərmək. B, C, A. Qalır B variantı.
Negativdə mənfi mənalı söz istəyir burada. Embarrassed utancaq, peaceful sülhsüzsevər, confident özgüvənli, kreativ yaradıcı, disrespectful yəni hörmətsiz. Onlar 1 ilə 5. Bax belə. Digərləri müsbət görünürdü mənaca. Burada isə şəkildir. Şəkildə burada nə görürük? Onları təsvir eləməliyik. Ardıcıl. Görürsünüz, bunlar bir neçə nələrsə yığırlar, qoyurlar. Bir ailədir. Atası da nəsə daşıyır maşına. Nənəsə baba nəsə oxuyur. Həmişə feillərini yazın normalda. Bu feilləri oxumaq feili nədir? Read. Ondan sonra onlar nəsə götürürlər, yığırlar, ya gather, ya collect. Keçmiş zamanda harasa gedirlər, məsəl üçün piknikə gedə bilərlər və s. axır. Maşın görürük burada, məsəl üçün onları təsvir edə bilərsiniz, stol görürük və ya ad verə bilərsiniz, belə. Sonra onlar həmin o yükü deyək ki, bagaja qoyurlar. Qoymaq yenə putdur. Sonra sanki nəsə yadına düşür ki, nəyisə götürməyiblər, unudur. Forget, keçmiş zamanda forgot. Sonrasa harasa gəlirlər. Bunlar bir nə ərazidir, piknikmi, dənizdirmi, belə bir ərazidir. Biraz şəkil aydın deyil burada. Belə yaxşı gün keçirirlər. Belə təsvir eləyə sıxırdı. Yəni çox uzun üstündə dayanmaq istəmirəm. One day yazaq qısa olaraq. A family decided to go for picnic. Piknikə gedirlər. Axırıncı şəkli tam çıxarda bilmədim açığı. Piknik deyək hələ ki. Sonra onlar bir neçə deyək ki they put some bir neçə ərzaq qoyurlar. Some food into the basket, səbətə qoyurlar. Daha sonra başqa nə təsvir edə bilərik? Birincidə dedik axı bayaq. Nəyə bu getdi? Nənə baba oxuyurdu hələ. Nəsə oxuyurlarlar. And deyək ki at the same time grandparents were reading books. Kitab oxuyurlar, hərəsi bir kitab oxuyurdu. Then the family started putting things, əşyaları bagaja qoymağa çalışırdılar. Into the baggage, yük yerinə deyək. But mother thought that, düşündü ki she had forgotten to take, nəyi götürmək? Deyək ki food basket ya da səbəti götürməyi unudub. After a while, bir müddət sonra
They reached the picnic area and they had a lot of fun there. Orada çox əyləndilər, yaxşı maraqlı vaxt keçirdilər və s. axır. İndi əsas hədəfim zaten burada sizə şey izah eləmək idi. Sualları belə dediyimiz kimi şəkil təsvirində də çalışın. Birinci hər şəkildə ola biləcək feilləri eləyin, sonra mübtəda xəbər tamamlıq forması ilə həll eləmək olar. Hər birinizə uğurlar. İnşallah nəticələriniz yaxşı olacağını ümid edirəm.